9 may sabah oğlanlar günü kimi qələbə günü kimi qeyd olunur. Bunda kişilərin zəfər salmasına əlaqələndirərək oğlanlar günü, kişilər günü kimi qeyd olunur. Bizdə də qızlarımız sizə, siz yoldaşlarınız sizə kiçik bir hədiyyə hazırlayıblar. O hədiyyələri qəbul etməyə istəyəcəm. Hədiyyələri qəbul edin, sabah səfər etmənizə. Buyurun, o sıradan hədiyyələri hədiyyələri.